qüsul alarkən, yəni qüsulun əsnasında dəstəmaz pozularsa, nə etmək lazımdır? Görürsən, qardaşlar daim soruşur ki, yəni bu halla qarşılaşanda nə etmək lazımdır? Yəni, qüsul alırsan, qüsulun ortasında dəstəmaz pozularsa, yəni, misal üçün, hava çıxarsa və misal üçün, böylə edərsənsə və misal üçün, əlin övrət yerinə dəyərsə, qüsula nə kimi təsir edir? Və buna cavab odur ki, qüsulun əsnasında dəstəmazın pozulmağının iki halı var. Bir halı odur ki, qüsul alarkən, yəni ortada dəstəmaz pozulur. Misal üçün, yəni girmişsən kamil qüsul almağa, yəni övrət yerini yudun və necə bilirsiniz, yəni kamil qüsul alanda, yəni əvvəl övrət yeri yuyulur və sonra dəstəmaz alınır. Övrət yerini yudun və sonra əlini yudun və sonra dəstəmaz aldın və sağ çiynindən su dökəndə, misal üçün də indi, sağ çiynindən yuyanda, yəni qüsulun ortasında, qüsul əsnasında dəstəmazın pozuldu. Misal, hava çıxdı və misal üçün böylə elədin və misal üçün əlin övrət yerinə dəydi və s. Dəstəmazın pozuldusa, nə inirsən? Yəni, bu artıq qüsulun əsnasında, ortada baş verib. Bu zaman bütün bədəni və su dəyir təzədən, yəni bütün bədəni və su dəysə və ağızla buruna su çatdırsan, yəni ağızla burunu da yulsa, çıxsan, artıq namaz qıla bilərsən rahat. Artıq namaz qıla bilərsən. Bu birinci halıdır. İkinci halı odur ki, bədəni tam yüyəndən sonra, yəni dəstəmaz aldın və sağdan, soldan suyu döktün, yudun, yəni tam yüyəndən sonra ayaqlarına çatanda, necə bilirsiniz, yəni qüsulda, yəni kamil qüsul alanda, ya ayaqları əvvəldə yuyursan, ya sonda yuyursan. Misal üçün, tam yuyundun, bütün bədənivi yudun, qüsul aldın, axırda ayaqlarını yumaq istəyəndə dəstəmaz pozuldu. Bu zaman dəstəmaz pozuldusa, gedib, yəni çıxıb namaz qılmaq olmaz artıq. Mütləq dəstəmaz almalısan ki, namaz qıla biləsən. Aydın oldu, yəni iki halı var. Var axırda, yəni tam yuyunandan sonra pozulur, artıq dəstəmaz almalısan. Var qüsul əsnasında, ortada. Misal üçün, əvvəl sağ tərəfi yuyursan, sonra sol tərəfi, yəni sağ tərəfi yuyanda pozuldusa, bu zaman bütün bədənivi yuyursan, yəni su dəysə və ağızdan buruna su dəysə, artıq yəni çıxandan sonra namaz qılmaq olar ondan, yəni icazəlidir. Amma misal üçün, tam yuyub, bədəni tam yuyub qurtarandan sonra ayaq qalıbsa, bu zaman dəstəmaz pozuldusa, artıq mütləq namaz qılmaq üçün dəstəmaz almaq lazım. Yəni, bunun belə iki halı var, Allah halı. Amma qüsula heç bir şey təsir eləmir. Yəni, misal üçün, qüsul əsnasında və ya misal üçün, lap qurtarandan sonra, yəni tam qüsul alıb qurtarandan sonra, misal üçün, ayaqlar qalıbsa, dəstəmaz pozuldusa, yəni bu qüsula heç bir təsir eləmir. Sadəcə olaraq namaz qılmaq üçün dəstəmaz almalısan. Dəstəmaza təsir edir. Və bu məsələ həllidir, Allahu aləm, yəni Allahdan istəyirəm ki, eşidənlər üçün faydalı etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.